video atırıq. Çünki burada çox gözəl qəlbli insanlar, çox ürəyi təmiz, çox mərhəmətli insanlar bizə baxılır. Ona görə biz YouTube-a çox həvəsliyik. Amma və lakin bəzən bir də görürsünüz ki, böyüklərə aid də video çəkirik. Və həmin böyüklərin də baxdığı videolarda niyəsə dinclər çox olur. Uşaq qəlbi ilə böyük qəlbinin arasındakı fərq hər kəsə aid deyil. Deməli, sonuncu təmizlik videomuzda biri Rabiyyənin qab yuduğu videoya baxmamış, ikinci videoya yazır ki, Rabiyyə pintidir, nə bilim bir şeydir, tənbəldir, çox qıcıqlaşır, heç bir iş görmədi, kömək eləmədi. Hansı ki, uşaq bundan əvvəlki part 1-də nə qədər qab yuyub, asfır eləyib və Rabiyyə elədiyi üçün, Məryəm də ona vaxt təmizlədiyi üçün ikinci videodakı asfırları Məryəmə verdim. Sonra yazmasınlar ki, Məryəmlə Rabiyyə arasında ayrı seçkiliyi edirsən. Və əlavə olaraq yazdılar ki, bu pintidir, televizorun dalından çıxan toza bax, nə bilim, elə belələrinin bəxti gətirir. Təbii ki, mənim bəxtimi gətirməlidir. Yəni, bu dünyada ədalət varsa, bu dünyada mərhəmət varsa, bu dünyada hələ də Allahı sevən insanlar varsa, bu dünyada inanclar varsa, təbii ki, mənim bəxtimi gətirməlidir. Əgər mən bu uşaqlara öz balam kimi sahib çıxıramsa, özümə nə alıramsa, bir dənəsini belə əksik eləmədən onlara da alıramsa, onları bir dəqiqə belə yanımdan ayırmıramsa, yediyimdən, içdiyimdən ayırmıramsa, təbii ki, mənim bəxtimi gətirməlidir. Allah da bir yerdə əlbəttə ki, məni mükafatlandıracaq. Mən ev yığışdırmıram deyə belələrinin bəxti gətirir. Bu nə deməkdir? Bu necə bir rəydir ümumiyyətcə? Güldüm, Allahın dostu. Hələ biri mənə minnət qoyub yorumlarda ki, hamilədir deyə ürəyi sındırmaq istəmirəm, amma sındırdın da öncə. Yəni, onu yazandan sonra o hamilədir deyə yazmasaydın da olardı. Çox pintidir. Birincisi bizim evə həftədə 2 dəfə ev yığışdırmağa köməkçi xanım gəlir. Çünki mən uşaqların məktəbi ilə, bütün günü onları gəzdirməklə, səhərdən axşama kimi video çəkməklə, videodan əlavə öz işlərimlə məşğul olmaqla, bütün günü evdə olmayan bir insan, pul qazanan bir insan, uşaqlarını əyləndirmək üçün səhərdən axşama kimi gəzdirən bir insan hansı ara ev yığışdıracaq? Bunun üçün də professionallardan yardım alıram və bəzi professionallar da vicdanla işinə yanaşmırsa bu benim sorunum deyil arkadaşlar. Bu ev yox, evimiz çirkli olsun amma əsas otu ürəyimiz təmizdir. Bir də bəziləri yazıb ki, vicdansız uşaqları işlədir. Uşaqlar, mən sizi zorla işlətmişəm. Yox. Özünüz istəyib mən kömək eləmişsə, düzdür? O bu videoda mən tək başına oturub sıxıcı danışmadan təmizlik elədim. Bu kimin nəyinə lazımdır? Burada məsələ zaten komanda işi, ailəlikcə birləşib bir şeylər eləmək, həm evi yığışdırıb, həm birlikdə zaman keçirtmək, bizlə birlikdə təmizlik görən izləyicilərin bizə baxa-baxa həvəslənməsi, ürəklərin sıxılmaması. Vicdansızlıqla bunun nə əlaqəsi var? Mən uşaqların ayağının altına kimi lazım olanda yuyuram, qızdırmalar olanda səhərə qədər yatmıram. Nə var, doğma anaları deyiləm deyə mən köməyə layiq deyiləm, yəni.